Xəstəlik vərəqi elektron sənəd kimi tərtib ediləcək. Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və təbib birgə məlumat yayıb. Mayın 1-dən elektron bülletin sisteminə keçirilir. Xəstəlik vərəqəsi elektron sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq cari il mayın 1-dən Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi vasitəsilə sığorta olunanlar üçün xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin və təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq. Bundan sonra tibb müəssisələri tərəfindən elektron imza ilə təsdiq edilərək işə götürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada göndəriləcək. Həmin elektron sənəd Dövlət Sosial Müdafiə Fondu tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid elektron reyestrdə birləşdirilib. Nəticədə işə götürənlər bu elektron bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə elektron səhiyyə portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək. Elektron bülleten sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcılarının saxlanılması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətin çevikliyinə və keyfiyyətinin, şəffaflığın artırılmasına şərait yaradır.